Bize ne baş verdi? Bizimle ne oldu bile? Ne iğnesi vurdular bize? Kim bizi qarğıdı? Kim bizi cadu elədi ki? Yaxşılardan uzaq. Azərbaycan xalqı bugüne qaldı. Efirlərimiz xana. Yaxşılardan uzaq. Aparıcılarımız xana. Yaxşılardan uzaq. Müğəllilərimiz xana. Yaxşılardan uzaq. Psixoloqlarımız xana. 1% yaxşısından uzaq. TikTokerlər xana. Orada faiz yoxdur. Xana da elə. Blogerlər xana. Bəzi həkimlər, çılpaq danışan həkimlər, hələ varsa kişi də var, utanın, ölün, yerə girin. Əgər sizə kişi demək olarsa, ölün, ölün, ölün. Elə sizə görə deyə hər şey xana olub. Şah İsmail Xaçanın bir sözü var. Deyir, o məmləkətdə ki, xana çoxdur, pozğun çoxdur. Və pozğun çoxdur, birində daha nə dedim, o məmləkətdə kişi azdır. Bizim az qalan faiz kişilərimizdən uzaq olsun da, yəni. Allah onları saxlasın. Məhv elədizi bu məmləkətdə kişiliyi. Nadir Qafarzadə. Eşitdim TikTokçulara quşlamısan, belə zor eləmsən. Belə palojnamızdır yetim, yaxşı eləmsən. Nə eləmsən, az eləmsən hələ. Çıx ağza gələni burax bizə. Səni, biz layiqik yetim. Əsas odur sən yenidən gündəmə qayıt. Bir dənə oxu. Maralı, maralı, maral, eşqinə düşdüm maral, maralı, maralı, maral. Çağırmırlar Nadir toylara, başuva, Nadir, başuva dönüm.